Dostum, bilirsən nəyə fikir verdim? Həqiqətən də biz 80-cı, 90-cı illərdə az bir şeylə çox xoşbəxt olurduq. Çünki həyat onda daha maraqlı, daha əyləncəli, daha saf idi. O zamanlar bir çizgi film, bir oyuncaq o qədər dəyərli idi. Həmin anı biz yaşayırdıq, hiss edirdik. Xoşbəxtliyimizi planlamazdıq. Orada, burada, sosial mediada paylaşmazdıq. Təbii ki, yox idi. Amma həmin anların dadı bir başqa idi. Yadınıza gəlir, bir musiqini dinləmək üçün radioda saatlarla gözləyərdik və baxdığımız serialların digər bölümü çıxması üçün bir həftə həvəslə gözləyərdik. Həyəcanla həmin anın çatmasını gözləmək çox dəyərli idi. Həqiqətən də o vaxtlar zaman keçməzdi. Zamanı doya-doya yaşayardıq. Kimlənsə özümüzü müqayisə etməzdik. Həqiqətən də çox saf uşaqlar idi. İndi həqiqətən hər şey var, lakin əvvəlki dad yoxdur. Hər şey tələsir, hər şey çoxdur. Lakin bizim ehtiyacımız olan çoxluq deyilmiş. Bizə lazım olan daha az, daha sakit və gerçək olan imiş. Həqiqətən dostum, yaxşı ki biz o dönəmi yaşamışıq.